düşdüm. Afət Fərmanqızı ilə Vüsalə Əlizadə arasındakı qalmaqal deyəsən sosial şəbəkələrdəki paylaşımlardan başlayıb. Onlar arasında problem sosial şəbəkələrdəki paylaşımlar və bəzi şərhlər ucbatından yaranıb. Səhv etmirəmsə, Vüsalə Əlizadənin verilişlərinin birində Afət Fərmanqızı haqqında tənqidi fikirlər olub. Bu da tərəflər arasında narazılığa səbəb olub. Qarşılıqlı iddialar başlayıb. Bu məsələ mediada geniş işıqlandırılır. Afət Fərmanqızı Vüsalə Əlizadəyə cavab verib. O, öz paylaşımında həmkarının tənqidlərinə kəskin reaksiya göstərib. Hətta bəzi məqamlarda şəxsi məsələlərə də toxunub. Cavabında daha çox özünü müdafiə edib və Vüsalənin peşəkarlığını sual altına qoyub. Bu Vüsalə Əlizadə deyəsən Afət Fərmanqızının mahnılarını və sənətini tənqid edib. Bu verilişlərin birində Afətin repertuarını bəyənmədiyini, onun ifa tərzinin müasir standartlara uyğun olmadığını bildirib. Bu da təbii ki, digər tərəfin xoşuna gəlməyib. Vüsalə Əlizadə demək olar ki, Afətin həm sənətini, həm də bəzi hallarda davranışlarını tənqid edib. O, xüsusən də repertuarının bayağı olduğu, musiqi zövqünün aşağı olduğu. Hətta bir dəfə deyəsən onun geyim tərzinə də toxunaraq bunun efir standartlarına uyğun olmadığını bildirib. Bu fikirlər təbii ki, Afət Fərmanqızını özündən çıxarıb və qalmaqal böyüyüb. Afət Fərmanqızı Vüsalənin tənqidlərinə kəskin cavab verib. O, öz paylaşımında həmkarını populyarlıq dalaca qaçmaqda və başqalarının üzərindən şou yaratmaqda ittiham edib. Afət deyib ki, Vüsalənin peşəkarlığı onun sənətinə qiymət verməyə bəs eləməz. Hətta bəzi məqamlarda şəxsi məsələlərə, keçmişinə də toxunaraq onu səmimi olmamaqda qınayıb. Vəziyyət beləcə gərginləşib. Vüsalə Əlizadə belə bir fikir səsləndirib. O qızları gələcək həyatlarının maddi cəhətdən daha stabil olan oğlanlarla qurmağa çağırıb. Afət Fərmanqızı isə buna cavabında deyib ki, sevgi və ailə dəyərləri puldan daha önəmlidir və əsas odur ki, insanlar bir-birinə hörmət etsinlər. Yəni, yenə də fikirlər toqquşub.